Değerli izləyicilərimiz, 1 Mart tarixidir, gecə 00:08-i göstərir. Son dəqiqə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Xameneinin cəsədinin görüntüləri var. Kəşfiyyatdan şok açıqlama yayılıb. İsrailin Birləşmiş Ştatlardakı səfiri Yahya Leiter Vaşinqtondakı bir neçə yüksək rütbəli rəsmini İranın dini lideri Əli Xameneinin öldürüldüyü barədə məlumatlandırıb. Bu barədə Axios məlumat yayıb. Reuters isə Xameneinin cəsədi tapıldığını və onun ölümünün təsdiqləndiyini bildirib. İsrailin Kanal 12 televiziyasının məlumatına görə İsrail kəşfiyyatında sui-qəsd nəticəsində öldürülən Xameneinin cəsədinin görüntüləri var və onlar ölkənin ən yüksək siyasi rəhbərliyinə təqdim edilib. Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu Əli Xameneinin öldüyü haqda bir çox əlamətlərin olduğunu da diqqətə çatdırmışdı. Bəli, İsrail elan etdi ki, Xamenei öldürülüb. Belə ki, İsrail mediası yüksək vəzifəli İsrail rəsmisinə istinadən Xameneinin öldürüldüyünü və cəsədinin tapıldığını bildirib. Qeyd edək ki, təkcə Xamenei deyil, eyni zamanda Xameneinin oğlunun öldürüldüyü ilə bağlı xəbərlər də dünya mediasında dolaşmaqdadır.